Herkese salam mənim əzizlərim, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə uşaqlıq illərimizin ən sevilən, dadı damağımızdan getməyən o məşhur kəsmikli peçenyasını hazırlayırıq. Amma bu dəfə tək bir forma ilə kifayətlənmirik. Eyni xəmirdən həm xırt-xırt uşki, həm də klassik qazayağı formasını verəcəyik. Xəmirin bir hissəsini qəliblə dairələr kəsib, sonra pesokla bulayaraq uşaqlıqda tanıdığımız o məşhur üçbucaq qazayağı formasına salırıq. Beləcə şəkər dənəcikləri sobada karamelləşir və o möhtəşəm xırt-xırtını yaradır. Qalan xəmiri isə beləcə hər iki tərəfdən sıx rulo kimi büküb kəsirik və ortaya bu gözəl ürək, yəni uşki forması çıxır. Üstəlik bu xəmir tamamilə yumurtasızdır və inanılmaz dərəcədə kövrəkdir. Xəmirin özünə şəkər tozu qatmırıq. Sirri oradadır ki, xəmiri elə bol pesokun üzərində yayırıq. Sobadan çıxan kimi evə yayılan qoxunu sizə izah edə bilmərəm. Biraz soyuduqdan sonra üzərinə bolca şəkər pudrası əliyirik və çayınızın yanına hazırdır. Sizcə hansı forma daha gözəl görünür? Şəhərlərdə mütləq yazın. Reseptin tam ölçülərini açıqlama bölməsində saxlayıram. Kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.